İranda davam edən savaşın səbəb və məqsədlərindən birinin də neft olduğu heç kim üçün sir deyil. Burada söhbət təkcə İranın özünün nəhəng neft ehtiyatlarından və bazara təsir imkanlarından yox, həm də İran sahillərindən keçən və dünya neft daşımalarının 5də birinin həyata keçirildiyi Hörmüz boğazına nəzarətdən gedir. Hazırda savaşdan əvvəl və onun ilk günlərində çoxlarının İran buna cəsarət etməz dediyi hadisə baş verir. İranı faktiki idarə edən Sepah Hörmüz boğazına Amerika və müttəfiqləri üçün demək olar ki, bağlayıb. Bunun İranın özünə də böyük iqtisadi ziyan vurmasına və daha böyük təhlükələr yaratmasına baxmayaraq, belə ziyanlar hazırda ölüm-dirim savaşı verən hakim zümrənin gözünə də görünmür. Bu arada Sepahın rəsmi nümayəndəsi Sərdar Naini Amerika prezidenti Donald Trump'ın iddialarına cavab olaraq deyib: İran Silahlı Qüvvələri, Amerika ordusu və Siyonist rejimin İran xalqına və onun infrastrukturuna qarşı davam edən təcavüzü önündə növbəti xəbərdarlığa qədər bölgədən 1 litr də olsun neft ixracına icazə vermir. İranın əlləri artıq müharibəni genişləndirmək üçün açıqdır. O bir qədər də irəli gedərək əlavə edib ki, artıq müharibənin nə vaxt bitəcəyini İran tərəfi müəyyən edir. Onun dediyinə görə, İran Silahlı Qüvvələri Amerika Hərbi Dəniz Qüvvələrinin təyyarə daşıyan gəmisi Gerald Ford'un Hörmüz boğazına gəlməsini səbirsizliklə gözləyir və əlavə edib ki, Amerikanın digər təyyarə daşıyan gəmisi olan Abraham Lincoln bölgədən 1000 kilometrdən çox məsafədə durmağa məcburdur. Fars xəbər agentliyi də öz mənbələrinə istinadla bildirib ki, İran Hörmüz boğazına tam nəzarət edir. Agentlik iddia edir ki, boğaz Amerika, İsrail və müttəfiqlərinin gəmiləri üçün bağlıdır və onlar 1 litr də olsun neft daşıya bilməyiblər. Eyni zamanda agentlik qeyd edir ki, bu marşrut Çin və İrana dost ölkələr üçün açıqdır və enerji mübadiləsi problemsiz davam edir. Sepahın rəsmi nümayəndəsinin dediklərində və Hörmüzün İranın nəzarətində olmasına dair xəbərdə müəyyən dərəcədə həqiqət var. Məsələ ondadır ki, İran özü bu boğazda normal hərəkət edə bilməsə də, gəmiləri vurulsa da, başqalarını da hərəkət etməyə qoymaya bilər. Belə ki, boğazın sahili boyu quru ərazi İran qüvvələrinin tam nəzarətindədir və oradan istənilən kol dibindən adi kiçik puallar və sadə dronlarla belə boğazdan keçən tankerləri vurmaq olur. Ona görə də ya Amerika və İsrail bu quru ərazini bir neçə kilometr dərinliyə qədər tam nəzarətə götürməli, ya da İrana elə zərbələr vurmalıdır ki, Hörmüzdəki hərəkətə mane olmaqdan vaz keçməyə məcbur olsun. Sahillərə keçirmək üçün quru əməliyyatı lazımdır. Nə Amerika Birləşmiş Ştatları, nə də İsrail buna ən azı fiziki olaraq gedə bilmir. Digər yandan, İrana vurulan zərbələrin indiyə qədərki miqyası hər nə qədər böyük olsa da, hakim rejim geri çəkilmir və Hörmüz boğazını vurmaq da daxil əlindən gələn bütün vasitələrlə müqavimət göstərir. Odur ki, bu vəziyyətdə Amerikanın seçim imkanı elə də böyük deyil. Sepahın rəsmi nümayəndəsinin qeyd etdiyi açıqlamalardan sonra Donald Trump sosial media hesabında yazıb ki, Tehran Hörmüz boğazından neft tədarükünü dayandırarsa, Amerika İrana 20 dəfə daha güclü zərbə endirəcək. Əgər İran Hörmüz boğazından neft axınını dayandıran hər hansı bir tədbir görsə, Amerika Birləşmiş Ştatları onlara 20 dəfə daha güclü zərbə endirəcək. O əlavə edib ki, Amerika həssas hədəfləri məhv etməyə hazırdır və bu da İranın bir millət və dövlət kimi bərpasını demək olar ki, qeyri-mümkün edir. Trump xəbərdarlıq edib ki, onların üzərinə ölüm, od və qəzəb yağacaq. Ümid edirəm və dua edirəm ki, bu baş verməsin. Bu, Amerikanın Çinə və Hörmüz boğazından istifadə edən bütün ölkələrə bir hədiyyəsidir. Ümid edirəm ki, bu jest minnətdarlıqla qarşılanacaq. Yəni, İranın bütün neft infrastrukturunu darmadağın edə biləcəyinə və onun Çinlə neft əlaqələrini dayandıra biləcəyinə dair xəbərdarlıq edib. Bunun üçünsə müxtəlif daha dəhşətli silahlardan istifadə edilə bilər. Bu arada Tehranın strategiyası ilə tanış olan İrandakı mənbə CNN-ə qeyd edib ki, İran Fars körfəzində Amerikanın müttəfiq ölkələrinə məxsus neft tankerlərinə və kommersiya gəmilərinə təhlükəsizlik rüsumları tətbiq etmək, yəni haqq qoymaq planına malikdir. Mənbə qeyd edib ki, qlobal neft qiymətlərini tənzimləyən vintləri biz əlimizdə saxlayırıq və Amerika qiymətləri idarə etmək üçün addımlar atmağımızı uzun müddət gözləməli olacaq. Beləliklə, tərəflərin hər birinin Hörmüzə nəzarəti üçün öz rışaqları var.
onların hansının daha güclü, təsirli, davamlı və həlledici olacağı yəqin ki, yaxın zamanda bəlli olacaq. Çünki boğaz məsələsi həll olunmadıqca dünya iqtisadiyyatı ağır böhrana doğru sürüklənə bilər. Bir daha xatırladaq ki, Hörmüz boğazı dünya neftinin təxminən 20%-ni və qlobal mayeləşdirilmiş təbii qaz tədarükünün 30%-ə qədərini idarə edir və planetin ən vacib enerji arteriyası hesab olunur. Göründüyü kimi, Hörmüz uğrunda savaş ümumilikdə İran, Amerika, İsrail savaşının vacib elementinə çevrilib və bu boğazın tərəflərin hansınınsa boğazında qalacağı ehtimalı getdikcə artır.